Baxın, uşaqdır. Sözün əsl mənasında uşaqdır. Amma siz görsəz bu uşağa, onu da deyim ki, bir özünə ad da verib və mobil nömrəsində yerləşdirib ki, əlaqə saxlayan saxlasın, zəng etsin. Amma bütün halda bu əməli etmiş olsa belə o uşaqdır. Və görsəz bu uşağa, onun atası, babası yaşlı kişilər nələr yazırlar, nələr. Siz heç utanırsınız. Bu uşağa o cür rəylər yazanda, o cür sözlər yazanda heç gözünüzə evinizdəki nəvəniz sataşmır. Demirsiniz ki, bu mənim nəvəm yaşındadır. Bu uşaqdır, deyək ki, belə bir hərəkət edir. Ağlı kəsmir sözün əsl mənasında. Çünki düşüncəli bir insan bunu etməz. Və sizə nə olub? İki kişilərsiniz. Atalarsınız, babalarsınız, utanmırsınız. Və onu da deyim ki, bu uşaq tək deyil. Bunun kimi 18, 19, 20, 21 yaşlı qızlar var ki, elə videolar paylaşırlar, nömrələr yazırlar və s. Yəni, nə desək də, nə əməl etsələr də, bütün halda bunlar az yaşlıdırlar. Hələ həyatları qarşıdadır. Bəlkə də bu videolarım o qızların da qarşısına çıxacaq. Sonra barlardan videolar paylaşırlar. Barlardan, kafelərdən. Baxırsan, hamısı gənc qızlardır. 21-22 yaşlı. Yəni, həyatlarının ən çiçəklənən vaxtını barlara sərf edirlər. Bəlkə də bu videom həmin qızların da qarşısına çıxar. Lap birinin qarşısına çıxar. Buradan demək istəyirəm. Çox gəncsiniz. Bunu etməyin. Həyatınız hələ qabaqdadır. Baxın, bu getdiyiniz yol deyil. Bilmirəm, bunu sizə ailə üzvləriniz, yaxınlarınız deyirlərmi, demirlərmi? Amma bax, mən sizə bunu demək istəyirəm. Vallah, bu getdiyiniz yol deyil. Bunun sonu yoxdur. Bugün sizin 21-22 yaşınız var. Bədəninizi satışa çıxarırsınız. Bildiyiniz sözün əsl mənasında TikTok fahişəliyə çevrilib. Qadınlar, gənc qızlar, uşaqlar, baxın, uşaqlar bədənlərini satışa çıxarırlar. Bir alver gedir orada. Və görsəz ki, o yaşlı kişilər o alverdə necə iştirak edirlər. Bugün siz bədənlərinizi satırsınız. Gəncsiniz, 21-22 yaşınız var. Müştəri tapırsınız bədəninizə. Amma illər ötür. Bugün 20 yaşınız varsa, sonra 30 yaşınız, 40 yaşınız, 50, 60 yaşınız olacaq. Həmişə belə cavan, gənc qalmayacaqsınız. 10 il sonra sizə tələbat belə olmayacaq. Artıq vitrinə yeni 18-19 yaşlı qızlar çıxacaqdır. Və siz artıq yavaş-yavaş müştərilərinizi itirəcəksiniz. Aqibətiniz necə olacaq? İndini düşünməyin. 50 yaşınızda, 40 yaşınızda, 60 yaşınızda düşünün. Aqibətiniz necə olacaq? Övladsız, ailəsiz, tək qalacaqsınız. Küçələrdə qalacaqsınız. Bunu düşünün. Və belə videolar çəkirsiniz, paylaşırsınız, o həyatı yaşayırsınız. Barlardan videolar, kafelərdən videolar, küçələrdən videolar, o əxlaqsız həyat tərzinə aid videolar. Bu videolar qalır, hamısı qalır internetdə. Bir gün peşman olsaz da bu videolar imkan verməyəcək doğru yola qaydasız. Bu videolar ayaq bağı olacaq sizə. Bu videolarınız keçmişinizin ləkəsi olacaq. Gələcəyinizə də mane olacaq. Gənc siz bunu etməyin. Həyatınız qabaqdadır. Bəli, bədənini satmaq bəlkə də sizə daha asan iş gəlir. Daha asan pul qazanmaqdır. Amma bu pul qazanmaq deyil. Siz əşya deyilsiniz, siz mal deyilsiniz. Bədəniniz əşya deyil, siz bunu satırsınız. Hələ mən sağlamlığı qoyuram qırığa. Bilirsiniz, gənc yaşda nə qədər siz ağır yoluxucu xəstəliklərə yoluxa bilərsiniz. Yoluxurlar da. Niyə həyatınızı məhv edirsiniz bu gənc yaşda? Bəli, bugün elə dövrdə yaşayırıq ki, düzgün yaşamaq, halal çörək pulu qazanmaq çox çətindir. Şərəfli yaşamaq çətindir. Amma bu, çətin həyat da olsa bu həyatdır, normal həyatdır. Qadınlar gedirlər, nə bilim, qab yuyurlar, küçə süpürürlər, ağır işlərdə işləyirlər, kasser işləyirlər, satıcı işləyirlər, çox ağır zəhmətə qatlanırlar. Amma birincisi təmiz adları qalır, ailələri olur, uşaqları olur. Uşaqlarını böyüdürlər, oxudurlar, övladları ailə qurur, nənə olurlar, baba olurlar, nəvələri olur. Yəni bu bildiyiniz normal bir həyatı yaşayırlar. Amma bu cür pul qazanmaq, bu pul qazanmaq deyil.
Bu həyat deyil. Bunun sonu yoxdur. Bu yoldan çəkinin. Başqalarını görüb həvəsə düşməyin. Bəli, bu həvəsdir. Amma bu həvəs sizin bütün gələcəyinizi məhv edir. Qulaq asın bu öğüt nəsihətə. Heyfim gəlir, gənc, gözəl qızlarsınız. O qədər gəncsiniz, o qədər gözəlsiniz, həyatınız qarşıdadır. Həyatınızı tamam başqa cür də qura bilərsiniz. Amma bu getdiyiniz yol deyil, bunun sonu yoxdur. Bu uçurumdur. Həvəsə düşməyin, başqalarını baxıb həvəsə gəlməyin. Əmin olun bir gün çox peşman olacaqsınız, çox peşman olacaqsınız, amma gec olacaq. Bir gün hətta geri dönmək istəsəz də, bax o həyat tərzi var, yaşadıqlarınız, çəkdiyiniz videolar, onlar imkan verməyəcək geri dönəsiniz. Və ən dəhşətlisi isə dediyim kimi, bu uşaqlara o yaşlı, atası, babası yaşlı kişilərin tamah salmağıdır. Heç utanmırsınız. O uşaq da onun ağlı kəsmir, sizə nə olub? Bir kişiyə yaraşarmı? O qədər heyfim gəlir o qızlara, o qədər heyfim gəlir. Bəlkə də bu videoların qarşısına çıxacaqdır, bilmirəm. Heyf eləməyin özünüzü, gəncsiniz, gözəlsiniz. Həyatınızı düzgün qurun, düzgün yaşayın. Bu yol sizi bədbəxt edəcək. Etməyin bunu.